Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə ümumilikdə 3167 baş donuz mövcud olub. Xəbər verilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə donuzların sayı 18,35% və ya 712 baş azalıb. Açıqlanan məlumatlardan belə görünür ki, donuzlar ən çox Qax, Qəbələ və Bakıda saxlanılır. Ən az donuz isə Qızı və Şabranda qeydə alınıb. Azərbaycan şəhər və rayonlarında donuzların sayı belədir. Qax rayonu 1525, Qəbələ rayonu 680, Bakı şəhəri 413, İsmayıl rayonu 222, Kəlbəcər rayonu 98, Gədəbəy rayonu 74, Oğuz rayonu 67, Göranboy rayonu 41, Siyəzən rayonu 22, Xızı rayonu 18, Şabran rayonu 7.